əhəmiyyətli mövzulardan biridir və çox yayılmış bir, belə deyək ki, xəstəlikdir. Bu da elə bir mövzudur ki, insanların münasibətini dağıdan ən təhlükəli şeylərdən biridir. İnsanları bir-birindən ayıran, münasibətləri pis səmtə doğru yönəldən əsas səbəblərdən biri bədgüman olmaqdır. Ərəb dilində buna sui zənn deyirlər. Yəni, pis zəndə olmaq, pis fikirləşmək, pis gümanda olmaq, bəd gümanda olmaq. Bəzən bir söz, bir baxış, bir davranış qəlbimizdə yanlış mənalar yaradır. Hər hansı bir məsələ olur, bir söz deyilir, hər hansı bir baxış da ola bilər, hər hansı bir hərəkət də ola bilər, bizim yanlış anlaya bilərik. Şeytan da bundan çox məharətlə istifadə edir. Çox məharətlə istifadə edir. Allah Quran-ı Kərimdə bu barədə buyurur ki, Bismillahirrahmanirrahim, Ya eyyuhəllədinə əmənu, İctənibu kəthiran minəz-zann. Buyurur ki, ey iman gətirənlər, zənlərin çoxsundan çəkinin. Zənlərin çox hissəsindən çəkinin. Bunu başqa bir, az bir qism başqa bir cürdə tərcümə eləyir. Deyəndə deyir ki, zəndən çox çəkinin. Zənlərin çoxundan çəkinin yox ha. Zənn eləməkdən çox çəkinin. İnnə bə'zəz-zənnə ismun. Həqiqətən, zənlərin bəzisi günahdır. Zənlərdən çox çəkinin və yaxud da zənlərin çoxsundan çəkinin. Həzrəti Əmir əl-Müminin əleyhissalam buyurur ki, qardaşının işini ən gözəl mənaya yoz. Hər hansı bir məsələ çıxıbsa ortaya, hər hansı bir şey olubsa, hər hansı bir iş varsa, hər hansı bir söz deyilibsə, onu yaxşı mənaya yoz. Onun sözünü yaxşı yozum tapa bilmədiyin halda isə pisə yozma. Yaxşı məna tapa bilməsən belə yenə də pisə yozma. Çalış hər bir sözündə qardaşımın yaxşı yozasan. Yaxşı bir şey tapmadın, pisə də yozma. Allah Rəsulu Peyğəmbərimiz buyurur ki, Utlub li əxikə uzran, fə in ləm təcid ləhu uzran, fəltəmis ləhu uzran. Buyurur ki, qardaşın üçün bir üzür axtar. Əgər üzür tapa bilməsən, ona bir üzür düzəlt. Nə deməkdir bu? Hər hansı bir məsələ var ortada. Hər hansı bir söz deyib, ya nəsə normal olmayan bir şey görürsən, deyir, qardaşın üçün üzür axtar. Deyir ki, yəqin ki, filan şey var. Yəqin ki, filan şey. Yəni, özündə axtarma o şeyi. Deyir ki, üzür axtar. Yəqin məsələ üçün başı qarışıq olub. Yəqin fikirli olub. Yəqin bilməyib. Yəni, üzür tap ki, üzürlü eləyəsən onu ki, bu məsələdə. Deyir, üzür tapa bilmədin, özündən bir üzür düzəlt. Çünki şeytan bu məsələdə çox mahirdir. İnsanların neynir? Arasını vurmaq üçün bundan çox istifadə eləyir. İnsan çox vaxt qarşı tərəfin niyyətini görə bilmir. Bəzi insanlar niyyətini bəlli eləyə bilmir, hərəkətləri başqa hərəkət edir, başqa cür anlaşılır. Ona görə insan neynir? Bu psixoloji bir məsələdir. İnsan qorxduğu şeyi və yaxud da incikliyin oradan oxuyur. Sən bir hərəkət edirsən, qarşı tərəfindəki insan narahat olur ki, birdən mənə qarşı belə olar, birdən mənə qarşı belə olar. Məsələn, birinə salam vermirsən, tutaq ki, görsən, mənə saymadı. Bəlkə fikirli olub. Birindən qısa danışırsan, yəqin məndən inciyib. Məsələn, bir nəfər var idi, həmişə deyirdi ki, filan nəsə söz deyəndə deyir ki, təkəbbürlü kimi çıxmasın. Mənim sözümü təkəbbürlüyə yozma. Filan şeylərində mənim sözümü riyakarlığa yozma. Mən onu zaten yozmuram. İnsan özün eləməlidir ki, qarşı tərəfdə, məsəl üçün, hədisdə var ki,
həyat yoldaşını qısqanmayan kişidə xeyir yoxdur. Amma bir tərəfdən də deyir ki, həyat yoldaşlarınızı yersiz qısqanmayın. Yersiz olaraq onları qısqanmayın ki, qəlblərində xəstəlik yaradarsınız. Yəni ki, yersiz onlar haqqında pis zənnlər, pis fikirlər fikirləşməyin onların haqqında. Məsəl üçün, xüsusən qardaşlıq məsciddir də insan ola bilər ki, birinə çiğni dəyə bilər, birinə salam verməyə bilər, başı qarşıdır. İnanın ki, sizi inandırıram, inanın ki, bəzən bizim bir-birimizdən xəbərimiz yoxdur. Bizə bəzən möminlər gəlib deyirlər də, mən üçün dua elə, filan problemim var, dua elə, filan çətinliyim var, dua elə. Onda biz bilirik ki, bu mömin elə təbəssüm eləyirmiş, elə gəlirmiş, gedirmiş, bizim bundan xəbər, bu necə dərdli bir insan imiş. Bunun necə problemləri var, bizim bundan xəbərimiz yoxdur. Ona görə də bizim yanımızda əyləşən, bizim ətrafımızda olan hər hansı bir hərəkət eləyəndə biz ona bir üzür qoyaq. Deyək ki, yəqin ki, bilmədi, yəqin ki, fikirli oldu, bəlkə problemi var, bəlkə çətinliyi var. Ona görə dərhal ittiham eləməməliyik, pisə yozmağa tələsməməliyik. Qardaşına deyir ki, üzür axtar ki, münasibəti qoruyasan. Həzrəti İsa əleyhissalam deyir ki, qardaşlar arasında pis fikirləşərək nə qədər insanlar bir-birlərindən ayrı düşdülər, nə qədər dostluqlar pozuldu. Amma insan gərək öz nəfsi barəsində suizən eləyərdi, öz nəfsinə pis güman eləyərdi ki, mən filan şey elədim bəlkə mənim öz nəfsimdəndir, bəlkə mən burada Allaha xatir özünə qarşı pis fikirləş, özünə qarşı, daha doğrusu əməllərə qarşı diqqətli ol ki, ixlasın artsın. Əgər belə eləməsək, bizim dostluqlarımız, qardaşlığımız nə olacaq? Aradan gedəcək. Bizim dostluqlarımızı pozulacaq, bizim dostluqlarımız, qardaşlığımıza zədə gələcək. Ona görə çalışaq, neynəyək? Bir-birimiz haqqında daim xoş gümanda olaq. Bir məsələ nə deyim, o vaxt mən bunu bir ağsaqqaldan eşitmişdim. İndi səhirliyi var, yoxdur, amma əsas mövzunu mən demək istəyirəm, bundan da sözümü bitirirəm. İki nəfər dost var imiş, bunlar çox gözəl dostluymuşlar. Yəni aralarından belə deyə də su keçmirmiş. Çox yaxşı dostluymuşlar. Neçə ilin dostudurlar. Şeytan deyir ki, mən bunların arasını vuracam. Amin. Şeytan girir insan cildinə, bunlar da əyləşilmiş bir yerdə. Onlardan birini çağırır. Çağırır, olar sənə bir diyənə söz deyim. Bu da gedir, gəlir qulağına, insan cildində də, bu da elə bir kimsədə buna söz deyir. Bu insan cildindədir, gəlir bunun qulağına, nəsə demək istəyir, deyir da heçinə. Dostu qayıdır, oturur yerində, qayıdır dostun yanına, deyir, o sən nədir? Deyir, heçinə. Deyir, necə yəni, sən qaldırdı, apardı o yanına, deyir, heç nədir? Deyir, oğlum, mən heç nədir? Deyir, sən mənə demirsən bunu. Sən mənə demir, o sənə nəsə dedi, amma sən mənə demirsən, məndən sir saxlayırsan. Belə o dostluqların, şeytan onun dostluqlarını pozdu. Amin. Ona görə çalışaq, bir-birimizə qarşı diqqətli olaq. Məsciddir, insan olan yerdə, baxırsan, bir ailədə 2 nəfər var, problem olur. Ər-arvadda problem olur. Ona görə də burada nə qədər insanlar var, nə qədər gəlib gedənlər var. Bəziləri birinci dəfədir gəlir, bəziləri 10 ildir gəlir. Ona görə də bir-birimizə qarşı diqqətli olaq ki, ola bilər birinin problemi var, xəbərimiz olmaz. Birinə elə bir söz deyər ki, qəlbin qırarıq. Ona görə bir-birimizin həm cismi olaraq bir-birlərimizə hörmət eləyək, həm də ki, bir-birimizin qəlbindən müğayət olaq ki, bir-birimizin qəlbini qırmayaq. Hər hansı bir məsələ olanda da çalışaq ki, yaxşıya yozaq. Hədisdə var ki, 70 dənə yaxşı yerə yoz. Hər hansı bir məsələ olur, 70 yaxşı yerə yoz.